Xeyirli olsun. Bununla nə təqdim elədim sizə bu qapının jitki şpaplyovkası vurulanda. Jitki şpaplyovka bir gün qalıb qurduqdan sonra üstündə olan xırda defektlər, belə deyək də, xırda defektləri işləyib malyarımız. Xeyirli olsun inşallah. İndi də üstündən metal astar vurulur. Bildiyimiz antipas. Bu da qapının çərçivəsi. Yuxarısı tac, kənarları nalitnik, şüşəli. İstənilən ölçüdə yığmaq mümkündür. Vur, Allah xeyir versin. Vur qardaşım, vur. İdeal vəziyyətdə. Üstündən də inşallah metal astar vurulur. Sonra da boyası, lakı vurulacaq. Bu jitki şpaplyovkanın üstündən vurulan antipasdır, metal astar. Umumi qapıya vurulur inşallah. 4 slot çərçivəsinə də vurulacaq.